Mən heç çox şeydən başım çıxmır. Təzə-təzə yaşım dolu-dolu öyrənirəm həyatı və uşağa baxmaqda sizə asan gəlməsin. Cəmaət özünə güclə baxır. Atalı, analılar güclə baxır uşaqlarına. Mən uşağımı böyütməmişəm ki, kimlərsə mənim uşağım tuvaletin üstünə açıldı. Özü ekran donur, mənlik deyil. Mən uşağımı dünyaya gətirməmişəm, əziyyət çəkib böyütməmişəm ki, mənim uşağıma hansısa bir lazımsızlar artıq söz desinlər. Halbuki onların evində də körpəsi var, uşağı var. Başa düşürsünüz də. Mən bilirəm, bu mənə qurulan bir tələdir. Mən ağzımdan nəsə bir söz buraxım, mənə tutulum, ya nəyəcə, onu görməyəcəklər. Amma mən orada oturub söyənləri başa düşdüm. Amma Azərbaycanda otura-otura, Azərbaycan kişisini onların canlıya qoşub, o söyüşlərdə haqq verməklərini başa düşmədim. Və onlara şərait yaratmaqlarını başa düşmədim. Ona görə də Orxan Rasifoğlu ilə axıra qədər gedəcəm, məhkəməyə verəcəm, haqqımı tələb edəcəm, axıra qədər də gedəcəm. Yəni sözümdən dönən deyiləm. Sözümdən dönən deyiləm. Sağ olsun mənim yanımda olanlar da, olmayanlar da. Amma sözümdən dönməyəcəm. Axıra qədər də haqqımı tələb edəcəm. Oyun oyuncaq deyiləm, kimsə mənə misafirə cəmaatı qoşub mənim həyatımla bağlı müzakirələr aparsın. Falan kəsi var, yoxdur, qızın tərbiyəsi belə getdi, qızı böyüyəndə pozğun olacaq. Mənim qızım, nəinki mənim qızım, heç kəsin uşağı bilmir böyüyəndə nə olacaq. Hər şey Allahın əlindədir. Hər şey Allahın. Bəlkə böyüyüb belə bir ad alacaq, nə bilirsiniz? Heç kəsi qınamaq, ağzımıza gələn yazmaq lazım deyil. Ona görə də hər kəs öz lazımlı cavablarını alacaq. Qanunla. Qanunla alacaq. Ha, indi oturub Orxan Rasifoğlu canlıda desin ki, mənim onlarla işim yoxdur, mənim nəyimə lazım, mən qarışmıram, filan bəsməkan. Sən bizlə işin yoxduysa, 8000 nəfərin içində bizim təhqir olunmağımıza da icazə verməzdin. Başa düşdün? Bunların hər birinə görə bir-bir cavab verəcəksən və mənim dörtlüdəki yoldaşlarım da, onlar da səndən şikayət edəcəklər. Bir-bir cavab verəcəksən. Bir-bir. Bunu unutma. Bir-bir. Səndən haqqımı axıra qədər savunacam, haqqımı da tələb edib alacam. Bunu da bil. Çox da otur, indi canlıda o sözləri de, vecimə belə deyil.